Hoş gördük dostlar sizi kanalımda. Her vaxtınız xeyir olsun. Bu günləri Türkiye Süper Liqasının 8-ci turunun oyundayıq. Samsunspor, Fenerbahçe. Dünən Galatasaray öz meydanında 10 nəfərlə qaldığı oyunda Beşiktaşla bir-bir bərabərə qaldı. Xalları bölüşdülər, hərəyə bir xal. Bu günləri Fenerbahçe oynayacaq. Fenerbahçe qələbə qazansa, xal fərqi düşəcək Galatasarayla olan. İnşallah yaxşı bir oyun olar. Dünən gördük hakimin səhvini gördük, kolsuzun. İnşallah bu günləri olmaz. Elə inşallah deyir, amma yenə də olur. Türkiyə çempionatının hakimləridir, məlum məsələdir. Yenə eyni səhvlər olunur. Fenerbahçe'də Ederson zədələnib son dəqiqələrdə. Ederson zədələnib oynamayacaq. Ederson başım kadroda yoxdur. Üçüncü qapıcı Tarıqdır desəm, Tarıq qalacaq qapıda. İnşallah bir maraqlı oyun olar. Yaxşı oyun izləyərik. Həm Samsunspor, həm Fenerbahçe kim yaxşı oynayırsa o qazansın, amma könlümüzü əlbəttə ki Samsunsporun qələbə qazanması keçir. Ya bərabərə qalsa da pis deyil. Yenə deyirəm, hakimlərin danışılmadığı inşallah oyun olar. Amma görürük ki o yoxdur. Dünən də gördük. Çox böyük səhvlər elədi. İnşallah maraqlı oyun olar. Oyun başlayır. Oyuncular gəliblər. Biz də yavaş-yavaş keçək oyuna. Videomu bəyənsəniz, takip edəsiniz, yorum yazasınız. Yəni yorum türk dilində, şərh Azərbaycan dilində şərhlərinizi yazasınız, takip atasınız kanalıma ki, kanalım biraz da böyüsün. Yəni sizin takibinizə, şərhlərinizə, yorumlarınıza ehtiyac var. Keçək maraqlı oyun olar inşallah. Biz də öz fikirlərimizi bildirərik. Keçək dostlar oyuna. 15 dəqiqədir. 15 dəqiqədir oyun gedir. Samsunspor təmiz yatıb müdafiə. Ya müdafiədən kontrataklarla çıxmaq istəyir. Başa düşürəm. Konferans liqasından gəlmirsən, yorğunçuluqdur. Fenerbahçe də gəlir. Fenerbahçe də konferans liqası gəliblər, Avropa liqasından gəlib. O da yorğunçuluqdur onlarda da. Amma biraz oynamaq lazımdır. Sən öz yerində oynayırsan, müdafiədən bu qədər oynamaq olmaz ki. Allahdan yenə də Fenerbahçe yenə həmənki kimi oynayır. Bir topla oynayır, amma bir təhlükəli şey yoxdur. Biraz oynamaq lazımdır da. Qoyma. Verdi, qoyma, qəşəng çıxar. Müdafiə çox oturma lazımdır. Çox oturdun, başa bəla olur da adama. Bir dənə səhv eləyəcəksən, bir dənə əlvə dəyəcək. Nə bilim, top çıxardanda sən yıxıdacaqsan, ya əlindən gedəcək. Bu qədər müdafiədə oturma lazım. Təmiz topu verirlər Fenerbahçe'yə. Ver, qəşəng, vur, vur da bunu da. Ver pası burada, pası verdi, 7 nömrə qalıb burada, boş vermədi. 7 nömrə qalıb bomboş vermədi pası. Özü dedi, Barış Alper kimi hərəkətlər elədi, bax. Ver de burada da. Bura bax. Bu burada şükürlər çıxartdı, burada ver de boşdur. Bombunu boşdur, açsın qapıya da. Ay, sarıcıqla qala sana. İlk ciddi təhlükə Fenerbahçe'nin kalesində. Bura. Qəşəng Samsun. Kornerdən bir dənə, kornerdən. Haydi. Aldızdı. Ay be. Qaydın, El-Nesiri ayaksızdı. Ayaksız da El-Nesiri. El-Nesiri ayaksızdı, heç səhəm, bozdu. El-Nesiri başını bırak. El-Nesiri ayaksızdı. Oynayın da. Bu 5-6 dəqiqədə sözümü eşitdilər abi. Samsunspor oynayır indi topla. Top Samsunspordadır. Təhlükəli hücumlar yaradır, amma biraz dəqiq oynamaq lazımdır. Vallahi o qapıcı, üçüncü qapıcı biraz ola bilsin yaxşı qapıcıdır, amma biraz ola bilsin şeydədir, həyəcanlıdır. Yoxlamaq lazımdır onun dəqiq zərbələrini. İnşallah hadi. Hadi Samsun. Vur. Gol. Offside. Ayak. Ay böyle. Ayağı sokmadı orada. Ayağı dəyməsə hara gedirdi o top? Çölə gedirdi. Etiraz da var, əllə oyna. Samsunsporlu oyuncusu etiraz edir. Baxa. Burada
Aa, offside yoktu burada. Offside yoktu. Offside yoktu. Offside yoktu. Offside yoktu. Bak bir görsəsinə. Vallahi görsəsinə bir dənə offside yoktu. Burada offside şey pozu. Burada kimi de oyuncu? Offside yoktu. Ayağı, arka ayağı pozu. Offside yoktu. Gözləyirlər, görə varla danışır. Mən biləm offside yoktu. Yaxşı görsətmir bir şey. Rejissorlar bu əllə görə oyunu görmədim, əllə oyunu. Əllə oyunu görmədim. Görə nə danışır? Baxın bir dənə əllə oyuna baxın. Baxın bir dəqiqə. Əllə. Asensio əllə. Asensio'nun eline değdi. Asensio. Ne oldu? Ne kadar danışırlar ha? Ne kadar danışırlar? Bir de ne oldu bu? Ne başa saldı? Ay, ne çok gözlədi bu axı. Ne çok gözlədi bu. Baxaq bir də baxaq, bir də görsədi, bir də baxaq. Burada offside yoxdur mən biləm. Burada offside yoxdur. Offside yoxdur burada. Vallahi billahi offside yoxdur. Offside yoxdur. Mən offside görmədim burada. Arka ayağı pozurdu Fenerbahçe oyuncusunun. Getdi vara. Əllə oyuna görə getdi vara. Amma burada offside də yoxdur elə bir ki yoxdur. O gol olubsa baxma offside yoxdursa gol sayılmalıdır. Yəni gol vurulubsa ala baxmağa ehtiyac yoxdur. Gola gəlir. Mənim bildiyim belə olmalıdır. Burada əlinə dəydi. Asensio'nun əlinə dəydi. Prosta yaxından biraz görsətdi. Görə necə dəydi? Əli buradaydı. Çox açıq idi. Bunu düz demək lazımdır da açıq idi yoxsa bağlı idi, necə idi? Burada mən offside pozurdu yaxı Skriniar offside pozurdu vallahi billah. O penalı görsədi. Bax hələ. Ne başa salır ha? Bu getdi vara baxı gəlib başa salsın. Görsək penalda. Bunu elə də, elə bunu da, elə bunu penalı verdi ha. Ne? Offside nədir ya? Bu offside nədir? Allah haqqı offside yoxdur. Allah'a and olsun yoxdur offside. Qurana and olsun offside yoxdur. Vallahi billahi offside varsa da oyuncunun əlinə dəymişdi orada amma offside yox idi. Halil Umut Mələrin var yoxuna soxunma. Ne offside? Offside hardan çıxdı offside? Bax yenə də Türk hakemləri, yenə də Türk bu söyləmək istəmirəm. Yedilər. Bax bir dənə Samsunsporun bir dənə golunu yedilər. Offside yoxdur. Mən offside görmədim. Axşı bir dənə şeydən görsətsəydi offside görərdi offside. Mən offside görmədim. Skriniarın ayağı pozurdu offside birinci növbədə. İkinci növbədə offside vardısa offside-dən qabaq əlinə dəymişdi. Əl epizodunu yaxından göstərdilər ki, görə ki, bunun əli belədir, necədir. Amma əlinə dəymişdi. Bilmirəm, yaxındandır, yoxsa uzaqdandır. Yedilər, heç nə. Getdi. Hər yolu çeylirlər də, hər poxa baş vururlar ki, Fenerbahçe qalsın bu şeyin içində. Oyunun içində qalsın. Galatasarayla başa-baş geçsin axıra kimi. Çünki çörək yeyə bilməyəcəklər axı. Baxın olmayacaq bu Beyin Sportda fark açılsa, maraq olmayacaq. Galatasaray başını götürüb gedəcək, maraq olmayacaq. Fenerbahçe oyunları zadı. Ver. Ne oldu?
Abi Skriniar ne oldu abi Skriniar'a? Heç nə yoxdur. Abi Skriniar var bu Fenerbahçəni xilas edən Skriniar'dır da. Fenerbahçəni xilas edən Skriniar'dır abi. Skriniar ne oldu abi Skriniar'a? Ay bula. Ne kadar top çıxardı, ne kadar top çıxardılar. Müdafiəni o saxlayıb, tək başına saxlayıb Skriniar. Vallahi halal olsun Skriniar'a. Vaxtında almadılar bunu. Bu yay alma, Galatasaray'ın şansı vardı almadılar. Skriniar'a halaldır vallahi. Qəşəng Mustafa. Vur! Faul! Ay bu Tarık. Qapıcı çıxartdı bunu ha. Ay səni son dəqiqələrdə, ilk hissənin son dəqiqələrdə qəşəng vurmuşdu amma qapıcı Tarık. Üçüncü qapıcı Fenerbahçe'nin. Ay la. Üstüne de vurdu ya. Oynayın hala oynayın. Fenerbahçe'den yaxşı oynayırsın oynayın. Makumbu. Ver. Dala çok getmə. Qəşəng. Ala. Oyna hadi. Qəşəng pas. Bir daha yaxşı. Ya. Samsunspor iki pozisyonları tehlikeli geldi. Mustafa yine aynı noktada çevirdi. Üstüne geldi ya üstüne. Ardından Tarık böyle çıkardı. Archie Brown. İlk hissə bitirdi dostlar. İndidən qodan deyim. Onsuz bitirib. Bundan sonra şey olan değil. Gol vuran deyirlər. Birinci şeyin adı Fenerbahçe başlayanda yaxşı başladı. Qapıya zərbələri yox idi həmişə kimi topla oynayırdı. 15-20 dəqiqədən sonra Samsunspor daha yaxşı oynadı, daha təhlükəli gəldi, epizodları oldu. Bir gol da vurdular. Mənim fikrimcə orada offside yoxdur. Mənim fikrimcə. Yəni çünki Türk rejissorlar yaxşı göstərmədilər epizodu. Məncə Skriniar'ın ayağı pozurdu offside. Və şeyin əlinə dəymişdi. Asensio'nun əlinə dəymişdi zərbə vurulanda. Orada baxdı, offside verdi. Əli də göstərmədi ki, necə əlinə dəydi. Normal şəkildə bir göstərmədilər ki, əlinə necə dəydi. Bu mənim şəxsi fikrimdir. Mən həmişə çalışmışam ki, düzün deyim. Fenerbahçe deyə və Samsun'du deyə, Galatasaray deyə, Beşiktaş fərqi yoxdur. Düzün demək lazımdır. Mənim fikrimcə orada Samsun'un qolunu yedilər. Mənim gördüyüm qədərilə. İndi bunu axırda danışacaqlar. Orada siz də görəcəksiniz. Offside idi, yoxsa əlinə dəymişdi. Bunu dəqiq bilmədim mən də. Amma mənim gördüyüm orada qoldur. Çünki Skriniar'ın ayağı pozurdu pas verən momenti, mənim fikrimcə. Amma baxdı, dedi offside. Yaxşı, offsidedirsə, offsidedən qabaq əlinə dəymişdi. Əlini görsədi. Əlini sən burada normal şəkildə görsətmədi. Bunu əlinə necə dəydi, nətər dəydi? Vallahi bilmirəm, amma bilirəm ki, bir dənə qolun yedilər mənim fikrimcə. Yedilər Samsun'un qolun. İkinci hissədə Samsun belə oynasa, bu oyunu oynasa, 20 dəqiqədən sonra oynadığı oyunu oynasa, vallahi qələbə qazanacaq. Mənim fikrimcə 1-0 ya da 2-0 qələbə qazanacaq oynasa. Biraz dəqiq olsa. İkinci hissədə döyüşərdi dostlar. Vur! Ooo! Vurdu bunu da. Ay bro. İkinci hissənin başı. İkinci yarının başı. Samsunspor təhlükəli gəldi. Vurdu amma ayda vurdu çölə vurdu ya. Vuracaqsınız valla siz bu oyunu udacaqsınız. Bir oyun oynamır Fenerbahçe. Fenerbahçe qələbə qazansa da ya penaldan ya nə bilim hansısa bir hakem səhvindən mən bunu hiss edirəm baxarsınız. Yəni Samsunsporun qolunu yedilər. Gör orada mən baxdım şeydən sonra birinci hissə qurtarandan sonra baxdım ki orada Samsunsporun qol vuran oyuncusu yox. Ayağı ilə topa vuran oyuncu. O bursa oyuncu qapıçının şeyini pozurdu. Yəni gör qapıçı topa gedə bilərdi, ya topu tuta bilərdi. Gör onun pozu, amma onun əlaqəsi yoxdur. Qapısının arxasındadır o. Heç bir əlaqəsi yox. Top belə gəlir o qapısının arxasında. Nə indi gör heç nə yoxdur. Qəşəng pas. Saxla da sarı kart. Saxla sarı kart. Saxla sarı kart Skriniar. Sarı kart. Sarı kart. Keçmişdir.
Keçsəydi, təkbətək olmasaydı çox təhlükəli gəlirdi. Sarı kart düzdür. Ya burada düz danışmaq lazımdır. Fenerbahçe'yə də eləsələr, o kimə də eləsələr burada düz danışmaq lazımdır. Sınırdaydı. Yesnene. Baskı Musaba. Girdi araya. Çık, 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 ver, ver. Ver de pasta, ver bu pasta, ver bu pasta, ver bu pası da, ver pası da. Ver pası da. Ben ortaya pas boş kalıp orada. Ne kim adamsınız siz hele? Ne düşüncəsiz futbol oyuncusunuz sen? Ver bu pası ortaya da. Böyle. Gəlin bir tane vursunlar size, ver pası ortaya. Ver vursun orada rahat da. Asensio. Yerden İsmail. İsmail. Kendi gitti İsmail. Semedo yerde kaldı. Mustafa yine topu aldı. Mustafa çok süratli. Ver de pası, ver bu da var. Mustafa. Ver pası da. Yanlarda. Antony Mustafa. Ay ne tür oyuncular bunlar. Hızı geldi. Yine tehlikeli geldi. Sen sıfat vermem. İşte Semedo'nun yerde kaldı. Vermeli pası ya, vermeli pası ya. Hani oyuncudur bu, ver pası da, ver pası da. Ver da. 5 dakika önce Tarık çıkartmıştı. Bu kez yananlarda kaldı. Şimdi Nihat. Beyaz ortaya gösterdi penaltı. Penal. Samsun Penal. penaltı kazanıyor şimdi. Gözde Samsun Spor penal verdi. Bakaya lan. Görmedi, etmeli bizim şeyin elindeydi. Samsun Spor'un elindeydi. Bakaq la. Kaçıranlar bunlar. Baxaq. Pres var. Baxaq. Adil Maçi, Mustafa ikilisi oldu. Görsət də, yaxından görsət də bunda. Bu pozisyon. Ay yox, buradaydı. Burada penal yoxdur. Penaltı. Bir dənə də görsət, yaxından bir də görsət. Beler'in yanında. Buradaydı, bura. Penal yoxdur orada. Pozisyon ekranda. Penal yoxdur. Durun geldi. Penal yok. İletişim halinde yine. Var Yo, Fenerbahçe'de olsa penal yoxdur. Yoxdur penal. Burada. görüntü bunu gösteriyor. Yoxdur penal. Altun'la Yoxdur penalda. Nə 5 saat baxmayın da yoxdur. Yoxdur. Dedim qutardı. Yoxdur penal. Yoxdur penal. sakin bir durun dedi. Sən öz səhvi düzəltmək istəyir, bu öz səhvini düzəltmək istəyir şeyə qarşı, Samsun Spora qarşı. Yəni bayağı birinci hissədə elədi, səhvi düzəltmək istəyir, amma o deyil də, penal yoxdur orada. O səhvi elədin, getdi ucu. Var incelemesi bir kez sağ Samsun'da. Pozisyon ekranda. Yoxdur orada penal, burasına deyil, burasına deyil. Ve Samsun'da monitör başında Halil Mutmeler. Atağı da saxladı, penal yoxdur, topu da götürmüşdü. Öz səhvini düzəltmək istəyir, yoxdur burada penal. Yoxdur, penal yoxdur. Oyuncuyu yanına çağırdı. Asensio, Oğuz, Enes'i onlara bir şeyler söyledi. Halil Mutmeler geliyor. Halil Mutmeler pozisyonu izledi. Yoxdur, penal yoxdur. Hayır. Penaltı iptal. Öz səhvini düzəltmək istəyir ki, dərs bayaq şeyin qolunu yedi axı birinci hissədə. Samsun Spor. İndi penal vermək istəyir ki, gör öz səhvini düzəltsin də bu. Fenerbahçe Yox. sahası içinde bir. Adil Maçi. Şimdi bıraktı. Vur. Oliver Şah. Ne oldu bu? Geçmedi. Ne oldu bu? Direkten döndü. Ay. Offside yoktu. Yoktu offside. Ay böyle direkten döndü. Vurun da bir tane gol vurun da bir tane vurun da hiç olmasa. Bir tane vurun da. Fenerbahçe kalesinde. Ay bla. Ay. Desteye devam ediyor. Bir tane kornerden, bir tane kornerden. Fenerbahçe'de bir değişiklik. Ay. 65'te Bla. Fenerbahçe var, oyun oynamır. Fenerbahçe oyun oynamır qardaş. Heç nə oynamır da. Sadəcə olaraq topla fırlanır, sonra bitirir. Samsun Spor çox təhlükəli gəlir, amma dəqiq deyirlər də, oyunçular biraz dəqiq olsaydı. yine top konusunda yoruldu. De sən də xəttə qoy da, sən də xəttə qoy da. Nə bu Mehdi Göstəv qoy da biraz qabağa da. Hocam bu açıdan teması var diyor, işaret ediyor. Bizgiye teması var diyor. He. Mutmeler geldi. Şimdi Xəstəlik bu şeydə də. tamam dedi, kullanacak Zeki.
müdahale geldi ceza sahası içindeki oyunculara. Bir dənə yaxşı korner, bir dənə yaxşı korner. Bir dənə qəşəng qaldır. Bura qaldır. Zeki kareye doğru gönderdi. Top üstü. Oo, bila. Geçen hafta O- Gaziantep'te yaptığını yine yaptı. Doğrudan kareye yolladı Zeki. Tarık son anda dokundu. Tarık yine karesini iyi savundu. Bir korner, bir kornerdə, bir kornerdə. Bir köşe vuruşu daha. Zeki. Kalenin önü çok kalabalık. Zeki. Zeki yavru. Zeki yavru vur. Gönderdi. Tarık dokundu. Asensio orada pas. Eee. Bir teknene var hücumda. Polat. Andron gelen hücumda aradan bıraktı Polat'a. Gel. Ceza sahası. Vur. Carlo Olsen. Vay yine kapısı. Ay üst. Ay bila. Oyna. Carlo Horse. Kurtarışlarında Ay, bir dur. daha ekledi Tarık Çetin. Süzü kapıya bakın sana. Şimdi Celil Yüksel. Makumu. Ne? Pasta ata. Celil'den Zeki Yavru'ya. Ver qəşəng pas. Horse. Aldı topu Horse. Joe Mendes. Mendes. Ram karşısındaydı. Horse. Oy. Ben bir dənə top qaldırdı da bəlkə vuracaq orada. Bir top qaldırdı, oradan vuracaqlar bəlkə. Yenə də vurdu qapısı. Üçüncü qapısı çıxartdı ya. Yaxşı qaldırdı ya valla. Ya belə çox top gəlmədi ona. 9. dakika. Vurduqları da çox üstünə gəldi amma yenə də yaxşı qapısı, yaxşı qaldı. İsmail geldi 9. Saxla da bir də Arçı burana kart göstərmirsən ha. Arçı burana kart göstərmirsən. Neçə dəfə faul edib də kart yoxdur Arçı burana. Az önceki Bu Amar başda Ali ilə belə İtalyan oyunçu. yerde kaldı o an. Ve Polat böyle götürdü. Verdi pası. Horse. Halil Umut Meler. Oyun bitti dostlar, oyun bitti. Samsunspor 0, Fenerbahçe 0. İkinci hissədə Fenerbahçe oynamadı, bir köprünü oyun oynamadı amma üçüncü qapıcı olsa da qapıcı yaxşı qaldı. İlk 3 dənə, 4 dənə epizodda topları çıxartdı. Olmasıyla kalede Bir də Şükürniyar Fenerbahçe'də yaxşı oynadı. Həmişə kimi Şükürniyar yaxşı müdafiəçidir, bəyənirəm onu. yaptı. Kalesi. Qapıcı halal olsun, üçüncü qapıcı olduğuna görə Bu maçı olsa da yaxşı qaldı. Samsunsporun oyunçuları ayaqsızdılar. Ayaqsız oldular bu oyunda. Nə qədər ayaqlarına şans düşdü, vura bilmədilər. Ya dəqiq oynamadılar, ya vaxtında topu çatdırmadılar takım arkadaşına və nəsə axır vura bilmədilər. Fenerbahçe'də heç nə gələnmədi. 12 dənə qapıya zərbə Samsunspordan 4'ü dəqiq, 5'i olmalıdır. Birində axırda vurdular. Umut Meler'in yanında. Fenerbahçe'nin də 4 dənə qapıya zərbəsi var, biri dəqiq. Onu da desən kimdən vurdu? Kimsə vurdu, mən qapısı tutdu. Hər nəsə. Fenerbahçe boş oyun. Yani bu oyun 4 Fenerbahçe oynadı. Bu bir halda qazandı. Yatsın dursun Şükürniyarla qapıcıya da oynasın. Vallahi qapıcı var xilas elədi. Şükürniyarla belə nə qədər topun, nə qədər epizodları kəsdi Samsunsporun. Semedo bir köprü oyuncudur. Yani burada gördük. Ondan sonra Talişka vəbşin bir köprü oyuncudur. Ondan sonra bu hazır nədir, bu adı yadımdan çıxdı. O şimdi bu hücumçunun qabaqda oynayan hücumçunun adı nədir? O vəbşin Fenerbahçe'nin oyuncusu deyil. Amma Şükürniyarın qapısının hesabına yani bir xal qazandı. Yatıb yani bu günləri Fenerbahçe 3 xal itirmədi. Bu günlər Fenerbahçe 1 xal qazandı Samsunspordan. Çünki Samsunspor çox yaxşı oynadı, həqiqətən də yaxşı oynadı. Prosta ki yani vura bilmədilər də, qolu vura bilmədilər. Bu qədər dostlar, bugünkü tepki videomuz da burada bitirir. Əgər videolarımı bəyənirsə, takip edin, yorumlarınızı yazın, bəyənin, kanalıma dəstək olun ki kanalım biraz da daha artsın. Yani ehtiyac var belə yani yorumlara, bəyənlərə, takiplərə. Bəyənməsəz də, takip eləməsəz də yenə də canınız sağ olsun, amma videolarıma baxın. İnşallah dostlar, qutaray burada inşallah başka tepki videolarında görüşürüz dostlar, sağ olun.